Azərbaycanda ilk yaradılan Telekom Basketbol İdman Klubu yaranmasının 25 illiyini qeyd edir. 2000-ci ildə Ədliyyə Nazirliyinin təsdiqi ilə yaradılan Telekom Basketbol İdman Klubu Azərbaycanda təsis edilən ilk basketbol klubu kimi 25 illik fəaliyyət yolunu arxada qoyur. Klub yarandığı ilk gündən etibarən fəaliyyətini Gəncə şəhərində genişləndirərək 1, 41, 11, 14, 7, 4, 5 və 17 saylı orta məktəblərin idman zallarında filiallar açıb. Sonraki illərdə klub Bakı şəhərində də fəaliyyət göstərib. Hazırda isə Telekom Basketbol İdman Klubunun Şəmkir və Samux şəhərlərində filialları uğurla fəaliyyətini davam etdirir. Telekom basketbolçuları qısa müddət ərzində şəhər, ölkə və beynəlxalq miqyaslı yarışlarda iştirak edərək mühüm nailiyyətlər əldə ediblər. Klubun tarixində dönüş nöqtəsi isə 1998-ci ildə yaşanıb. Gəncə şəhərinin idman tarixində ilk dəfə olaraq oğlanlardan ibarət komanda ölkə birincisi olub və bununla da Telekom klubunun uğur hekayəsi başlayıb. Sonraki illərdə telekomçular həm qızlar, həm də oğlanlar arasında ölkə birinciliklərinin qalibi olublar. Klubun yetirməsi Amil Həmzəyev basketbol üzrə əvvəlcə ölkənin gənclər yığmasına, daha sonra isə əsas milli komandanın heyətinə cəlb edilib. Əldə olunan uğurlar nəticəsində klubun baş məşqçisi 2012-ci ildə Azərbaycanın əməkdar məşqçisi fəxri adına layiq görülüb. Onlarla idmançı isə idman təsdiqatlarına uyğun olaraq birinci dərəcəli basketbolçu adını qazanıb. Sevindirici haldır ki, Telekom Basketbol İdman Klubunun yetirmələri bugün həm klubun özündə, həm də ölkənin digər klub və federasiyalarında uğurla fəaliyyət göstərirlər. Hazırda klubun idmançıları həkim və psixoloq nəzarəti altında məşqlərini davam etdirirlər. Hüsnü!